Salam, hörmətli müəllimlər. Eşidə bilirsiniz mənim səsimi. Zəhmət olmasa eşidənlər mesaj bölməsinə yazsınlar. Mən bilim ki, hər kəsə aydındır səs. Mən sizdən də ekranımı share edəcəm. Bunun vasitəsilə siz mənim ekranımda gördüyüm işləri görə biləcəksiniz. Zəhmət olmasa suallarınız olan zaman ətrafda gördüyünüz mesaj bölməsinə yazın ki, yəni qarışıq düşməsin. Siz istəsəniz öz videonuzu bağlaya bilərsiniz internetdə, yəni problem olmasın deyə internetin sürəti ilə bağlı. Bu günlər mövzumuz Google Drive-dır. Google Drive-dan istifadə haqqında danışacağıq. Amma Google Drive-dan istifadədən əvvəl yəni biz qərar verməliyik ki, bu nəyə görə bizə lazımdır? Kimsə səsi açıb, deyəsən təkrar öz səsim gəlir. Nə üçün biz bundan istifadə etməliyik? Birinci növbədə Google Drive Gmail'in təqdim etdiyi xidmətlərdən biridir. Siz burada qeydiyyatdan keçməklə Google bir çox xidmətlərindən pulsuz istifadə edə bilərsiniz. Bunlara daxil Gmail xidməti, YouTube xidməti, Google Docs, Google Slides, Google Forms ki, bunlara birazdan sonra baxacağıq. Yəni qısa da olsa ki, hərəsinin nə üçün istifadə etmək olar. İkinci, Google Drive sizə 15 GB yaddaş limiti verir və bu yaddaşdan siz belə deyək, öz fayllarınızı saxlamaq üçün istifadə edə bilərsiniz. Hansı ki, bir müəllimlə qoşulmaq istəyir, onu da əlavə edeyim. Deməli, sizin burada hansı faylları saxlaya biləcəksiniz? Mətn faylları, cədvəl, təqdimatlarınız, şəkilləriniz və digər istədiyiniz tip faylları əlavə edə bilərsiniz. Digər bir imkanı isə Google Drive sizə istənilən yerdən, yəni kompüteriniz yanınızda yoxdursa belə, daxil ol fayllarınızın üzərində işləməyə imkan verir. Yəni, istənilən internet olan yerdən siz qoşulub işinizi davam edə bilərsiniz. Artıq belə deyək, flash kartınız evdə qaldı və yaxud flash kartınızı itirdiniz. Bu kimi problemlərin heç biri ilə qarşılaşmayacaqsınız və yaxud virus düşdü, silindi. Belə problemləri aradan qaldırmaq üçün unikal bir yoldur. Digər bir səbəb isə əməkdaşlıqdır. Əməkdaşlıq deyəndə yəni necə? Tutaq ki, siz müəyyən bir layihənin üzərində işləyirsiniz və faylları bir yerə toplamalısınız. Məsələn, mən 2 nəfər işləyiriksə bir layihənin üzərində, mən toplayıram, ona göndərirəm, o mənə göndərir. Yəni, ortada qarma-qarışıqlıq yarana bilir. Belə deyək ki, bir sürət onda olur, bir sürət məndə olur. Amma siz bir dəqiqə yenidən yazalım. Deməli, bütün komanda şəklində bir yerdə işləmək üçün sizin üçün belə deyək, çox gözəl bir vasitədir. Bu günlərin baxacağımız mövzular Drive-a necə məlumat yükləmək olar, necə birlikdə işləmək olar, necə qovluq yaratmaq olar və digər məsələlər olacaq. Yəqin ki, sizin hər birinizin Gmail hesabı artıq hazırdır və onun passwordlarını bilirsiniz. Mən hal-hazırda öz ekranımı sizinlə share edəcəm, paylaşacağım yəni və siz mənim ekranda gördüyüm işləri görə biləcəksiniz. Eyni zamanda siz baxıb özünüz də orada yerini yetirə bilərsiniz və suallarınız yarandığı zaman mesaj hissəsinə qeyd edə bilərsiniz. Buradan share screen edeyim. Hər kəs görə bilir mənim ekranımı.
Eğer ekranımı görebilirsinizsə, zəhmət olmasa yazın, mən bunu bilim və aha, görünür, bəli. Digər iki müəllim. Əla, onda o zaman davam edək. Məsləhət görərdim ki, Drive-dan istifadə üçün Google Chrome-dan istifadə edəsiniz. Çünki Drive Google-un məhsuludur və Chrome-un birbaşa dəstəkləyir. Siz digər brauzerlardan da istifadə edə bilərsiniz, amma Chrome daha məsləhətlidir. Mən yenidən çıxış edirəm və sıfırdan daxil olacağam. Drive-ınıza daxil olmağın bir neçə üsulu var. Bunlardan birincisi Chrome-u açdıqdan sonra burada mozaika görürsünüz. Bu mənim ekranımın sağ hissəsində yerləşir. 9 dənə kiçik kvadratdan ibarətdir. Onların burada Drive işarəsinə klik eləməklə keçə bilərsiniz. Əgər belə bir işarə yoxdursa sizin kompüterinizdə, browserın sol tərəfində Apps düyməsinin üzərinə klikləyib buradan Drive seçə bilərsiniz. Bu başqa bir üsuldur. Digər bir variantla siz sadəcə drive.google.com yazmaqla Drive-ınıza daxil ola bilərsiniz. Yəni, hər üç üsul eynidir. Sizin üçün hansı rahatdırsa ondan istifadə edə bilərsiniz. Mən əvvəlcədən daxil olduğum üçün burada əvvəlcədən daxil olduğum üçün burada e-mailim qalıb artıq. Məsələn, siz öz e-mailinizi yazırsınız və onun aşağı hissəsində öz passwordunuzu yazırsınız və Drive-a keçid edirsiniz. İlk dəfə daxil olursunuzsa, ola bilsin burada əlavə bir pəncərə açılsın. Onu sadəcə olaraq üzərindən X-i vurun. Əgər daxil ola bildiyi hər kəs. Əla. O zaman davam edək Drive-la. Deməli, Drive-ın pəncərələrinə baxacağıq. Birinci, burada New düyməsi haqqında danışmaq istəyirəm. New nədir? İngiliscə yeni söz olan bu sözdən siz yeni qovluq yaratmaq, fayl yükləmək, bütövlükdə qovluğu yükləmək və yaxud da Google Drive-ın bərabər digər xidmətlərdən, Google Docs, Sheets kimi xidmətlərdən istifadə etmək üçün istifadə edə bilərsiniz. Mən nümunə üçün birinci bir folder yaratmaq istəyirəm. Yəni, folder bizim bildiyimiz qovluqdur. Üzərinə klik edirəm və bu zaman məndən ad yazmasını tələb edir. Məsələn, mən bunun adını yazıram KSG və bu qovluqda tutaq ki, öz KSG-lərimi saxlayacağım. Gördüyünüz kimi, KSG qovluğu artıq yuxarıda yarandı. Və əgər siz fayl yükləmək istəyirsinizsə, bu zaman Neonun üzərindən File Upload əmrinə klikləyirsiniz. Kompüterinizdə olan hansısa bir faylı seçirsiniz. Mən bir Word faylını seçdim və Open düyməsinin üzərinə klikləyirsiniz. Bu zaman görürsünüz ki, aşağı hissədə əlavə pəncərə açıldı. Əgər pəncərənin qabağındakı işarə yaşıl rəngdədirsə, bu o deməkdir ki, sizin faylınız uğurla yüklənilib. Baxın, siz faylı burada tapa bilərsiniz. New bölməsində digər elementlərə baxmaq istəyirəm. Folder Upload. Folder Upload nədir? Tutaq ki, sizin 10 dənə faylınız var bir qovluqda və bunları tək-tək yükləmək istəmirsiniz. İstəyirsiniz ki, bu qovluqlar birlikdə yüklənsin və bütün fayllar birlikdə qovluq şəklində yüklənsin. Bu zaman Folder Upload seçirsiniz. Kompüterinizdəki qovluğu seçirsiniz. Kitab və Upload düyməsinin üzərindən klikləsəniz, bütün qovluq şəklində sizin Google Drive-ınıza yükləniləcək. Bir neçə əlavə elementi sizə göstərmək istəyirəm. Burada gördüyünüz Google Docs, Google-un mətn redaktorudur. Yəni, bizim bildiyimiz Word-ün onlayn formasıdır. Yəni, onlayn olaraq internetdə siz Word üzərində işləyirsiniz. Nümunə üçün açın bunu. Baxın, bizim bildiyimiz Word-ün menyularıdır. Amma sadəcə Google-un bir xidməti kimi internetdədir bu. Bunun üstünlüyü nədir? Siz istənilən yerdən, internet olan yerdən daxil olub bu Word-ı açıb üzərində işləməyə davam edə bilərsiniz. Və eyni zamanda lazım onda kompüterinizə də yükləyə bilərsiniz.
Kimsə qrupa zəng edir. Kim? Mən bu pəncərəni aşağı hissədə yerləşdirdiyim üçün görmürdüm həmin zəngi. Google Sheets bizim bildiyimiz Excel'dir. Sadəcə bu da Google'un formatındadır. Online cədvəl üzərində işləyə bilərsiniz, bundan istifadə edib. Menyuların üzərində mən bu dəfə çox dayanmaq istəmirəm. Çünki bir çoxlarımız Word Excel proqramlarından menyuların ən azından simvollarından bilirik. New'dan Google Slides. Bu mənim ən çox xoşladığım hissədir. Təqdimat hazırlamaq üçündür bu. Bir təqdimatın üzərində bir neçə şəxsin eyni vaxtda işləməsinə imkan verir və imkanları da kifayət qədər çoxdur. Eyni zamanda siz More hissəsindən Google Forms'u tapa bilərsiniz. Şəkil çəkmək üçün Google Drive'sı və digər əlavə elementləri tapa bilərsiniz. Əgər görünüşü dəyişmək istəyirsinizsə, burada gördüyünüz baxın, birinci simvola sağ tərəfdən üzərinə klikləyib müxtəlif görünüş formalarına keçə bilərsiniz. Dil dəyişə bilərsiniz. Daha doğrusu buradakı faylların nizamlanma ardıcıllığıdır. Dil burada deyil. Və information isə məlumat hissəsidir. Bunun üzərinə klikləyəndə düzün məlumatlar ingilis dilində çıxır. Amma hansı işi görmüsünüz, son axır saatlara görə nizamlar. 12.9-da mən yeni qovluq yaratmışam və Word faylı yükləmişəm. Eyni zamanda isə Google'un nastroykasını buradan tapıb daxil ola bilərsiniz. Buradakı elementlərdən necə dərsli istifadə etmək olar? Məsələn, Google Docs'dan deyək. Google Docs online redaktordur. Siz düşünün ki, bir hekayə yazdırmaq istəyirsiniz uşaqlarınıza və istəyirsiniz ki, hamı eyni vaxtda qursun. Yəni, bu hekayənin uşaqlar bütün sinif birlikdə qursun. Siz sadəcə olaraq bir Google Docs açırsınız və onu bütün sinifinizlə paylaşırsınız. Yəni, paylaşma necə baş verir, birazdan sizə göstərəcəm bunu. Google Sheets'dən məsələn, siz rating cədvəli hazırlamaq üçün istifadə edə bilərsiniz. Sual var deyəsən yenə. Bəs iki nəfər eyni anda işləməsi üçün eyni anda necə daxil olur? Eyni sənədə. Bunun üçün share funksiyasından istifadə edirlər. Mən indi onun webinarın gedişatında sizə göstərəcəm ki, necə paylaşmaq olar həmin sənədi. Presentation'dan da yenə eyni zamanda. Məsələn, keçən 2 həftə bundan qabaq bizim belə bir dərsimiz oldu. Mövzu təbii resurslarla bağlı idi. Şagirdlər arasında təbii resursları bölüşdürdük və onlara bir dənə prezentasiya verdik. Prezentasiyanın hər səhifəsində hər şagird bir resurs haqqında məlumat topladı, yerləşdirdi. Harda yayılır, necə istifadə olunur, faydası nədir və sonunda ümumi yekun bir 23-24 səhifəlik bir prezentasiya alındı və onlar yüklədilər, belə deyək, özləri üçün götürdülər həmin prezentasiyanı, həm onlar üçün resurs oldu. Eyni zamanda həm də özləri işlədilər, yaratdılar, bir-birlərinin işlərini, fikirlərini bildirdilər və çox maraqlı həqiqətən bir dərslikdir Google Slides'dan istifadə etməklə. Yəni, ideyalar sadəcə olaraq istifadəyə başladıqdan sonra gələcək sizə. Mən birinci olaraq share hissəsini sizə göstərmək istəyirəm. Məsələn, mən burada bir yeni qovluq yaradacağım, adını webinar qoyacağım və bu qovluğu sizinlə paylaşacağım. Sizinlə qovluğu paylaşdıqdan sonra siz Share with me hissəsinə keçsəniz, hansı ki My Drive-dan aşağıda yerləşir bu hissə, sizinlə paylaşılmış qovluğu orada tapa biləcəksiniz. Qovluğu paylaşmaq üçün qovluğun üzərində sağ düyməni vururam, yəni kontekst menyunu. Burada Share hissəsinin üzərinə klikləyirəm. Və mən başlayıram sizin adlarınızı daxil etməyə. Siz bu hissədə Gmail ünvanlarını daxil edəcəksiniz və qarşıda gördüyünüz iki cür rejim var. Can Edit, Can View. Can Edit rejimi odur ki, siz paylaşdığınız şəxs burada düzəliş edə biləcək.
Amma can view rejimi odur ki, yalnız baxa biləcək və nəzər yetirə biləcək, üzərində dəyişiklik edə bilməyəcək. Sualınız varsa zəhmət olmasa mesaj bölməsinə yazın. Mən sizin adlarınızı daxil edeyim. Xeyal müəlliməm. Kər müəlliməm. Digər müəllimlər zəhmət olmasa e-maillərini bir də mesaj bölməsinə mənə göndərər. Mən oradan kopyalayıb yerləşdirirəm bura. Bu burada olmalıdır. Siz fərqli bir Gmail-lə giriş eləmişsiniz. Birdən deyirəm müəllimlərdən. Əgər e-maili daxil edəndən sonra o ad çıxırsa, bu deməkdir ki, yəni siz e-maili düzgün daxilləmişsiniz və qarşıdan rejimi seçirsiniz ki, hansı rejimdə paylaşılsın. Mən can edit rejimini seçdim, çünki istəyirəm siz bu qovluğa hansı bir fayla əlavə edəsiniz. İstəsəniz aşağı hissəsindən ədində gördüyünüz hissədə qeydlər əlavə edə bilərsiniz. Zəhmət olmasa bura bir fayl əlavə edeyim. Send edirəm sizə. Əgər siz Share with me hissəsinə keçsəniz, öz drive-ınıza görəcəksiniz ki, həmin qovluq buradadır. Görə bilirsiniz həmin qovluğu. Böyük həcmli faylları yükləməyə çalışmayın, çünki bu sizin internetin sürətini aşağı salınacaq. Və hər birimiz digərlərinin yüklədiyi faylları görə biləcəyik. Üzərinə klikləyirsiniz, həmən qovluğun New'dan, File Upload'dan bura yeni bir fayl artırırsınız. Buraya fayl düşmüyor. Tapa bildiniz qovluğu, çünki mən görmürəm. Aha, bir nəfər faylı ilə müəllimə bir dənə fayl artırdı. Görürsünüz, artırdığımız faylları hər kəs görür. Bir dənə şəkil yükləndi. Digər müəllimlər də bir fayl yükləsəydi, bilərdik ki, hər kəsi bu alındı.
Nəsə biraz fayl əlavə edə bilmirsiniz, yoxsa internetin sürəti aşağıdır? Sadəcə olaraq mən gözləyirəm ki, digər müəllimlər də fayllarını əlavə etsinlər. Dilə görə əgər çətinliyiniz varsa, sadəcə olaraq belə deyək, ikinci menyuya keçirsiniz. Xəyali müəllimə də artırdı. Qarşısında 2 nəfər insan şəkli var. Share with me. Həmin hissəyə keçəndə görəcəksiniz o qovluğu. Məsələn, tutaq ki, 2 həmkarsınız, müəyyən proyekt üzərində işləyirsiniz. Bütün bir qovluq yaradıb, bütün fayllarınızı bura artıra bilərsiniz ki, eyni zamanda hamı daxil olub işləyə bilsin. Buradakı fayllar, məsələn, Word sənədinin üzərindən klikləsək, tutaq ki, məsələn, bu Word sənədinin üzərində siz birinci işləyə bilmirsiniz. Onun üzərində işləmək üçün Open düyməsinin üzərinə klikləyirsiniz. Artıq həmin Word sənədinin üzərində işləyə bilərsiniz. Ülker müəllimənin faylıdır, səhv eləmirəmsə bu. Klik eləyib, nəysə düzəliş və yaxud əlavə yazılar yaza bilərsiniz. Amma bu zaman fikir versəniz, burada 2 dənə fayl yarandı. Və işarələri bir-birindən fərqlənir. Birində adi Word işarəsidir, birində isə düzbucaqlı işarədir. Buna elə eləmək olar ki, yüklənəndə özü avtomatik Google-un formatında yüklənsin. Yəni, drive-ınızı belə bir seçim edə bilərsiniz ki, siz hər dəfə open eləmək məcburiyyətində qalmayasınız. Özü birbaşa Google-un formatına çevirib yükləsin. Bunun üçün yuxarıda gördüyünüz Settings işarəsinin üzərinə klikləyirsiniz. Settings əmrinə keçirsiniz. Burada deməli əmr ikinci var, Convert Uploads. Qarşısına sadəcə olaraq işarə qoyursunuz və Done düyməsinin üzərinə klikləyirsiniz. Bundan sonra əgər siz yeni faylı yükləsəniz, Google avtomatik onu öz faylına çevriləcək və birbaşa üzərində işləyə biləcəksiniz. Yenə təkrar göstərmək istəyirəm. Settings. Bura daxil olanda ikinci bölmə. Convert Uploads. Burada Convert Upload'un faylsının üzərinə işarə qoymaqla siz onu birbaşa Google-un formatına çevirə bilərsiniz. Əgər hansısa bir faylı seçəndə, hansısa bir şəkli seçmişsinizsə, onunla bağlı yuxarıda menyular açılır. Məsələn, silmək üçün də bu ön baxış üçündür. Kimsə yenisini yaratdı. Bu digər bir insanla paylaşmaq üçündür. Bu isə paylaşma linki almaq üçündür. Yəni, bu linki kopyalayıb kiməsə göndərsəniz, həmin insan bu şəklə hüquq olacaq. Share Settings'e girib dəyişə bilərsiniz, lazım olsun. Məsələn, can edit eləyə bilərsiniz faylı. Gəlin bunu digər tərəfdən izah eləyim, o daha rahat olacaq. Tutaq ki, mən bu xəyali müəllimi sual vermişdim. Word faylını paylaşmaq istəyirəm şagirdlərimlə və istəyirəm ki, onlar öz fikirlərini bildirsinlər və yaxud öz işlərini əlavə etsinlər. Share hissəsinin üzərinə klikləyirəm. Şagirdlərin e-mailini bura daxil etməliyəm və qarşısından onların hansı hüquqda olacağını seçməliyəm. Əgər can editsə, bu zaman şagirdlər düzəliş edə bilirlər. Can comment isə şagirdlər yalnız işə şərh yaza bilirlər. Məsələn, siz onlara bir kiçik bir mətn verirsiniz və deyirsiniz ki, zəhmət olmasa bu barədə öz fikirlərinizi yazın. Onda can comment. Yəni, düzəliş edə bilmirlər, yalnız öz fikirlərini yaza bilirlər. Rejimdən istifadə olunur. Və yaxud can view, yalnız baxış edə bilirlər və başqa heç bir düzəliş edə bilmirlər ya da fikir bildirə bilmirlər. Eyni zamanda, məsəl üçün, bunun çox 91 neçə funksional tərəfləri haqqında danışmaq istəyirəm. Məsəl üçün, müəllimənin faylına Puppet Pulp mənim xoşuma gələn alətlərdən biridir. Mən onu seçirəm və
comment düyməsinin üzərinə klik edib bu resurs barəsində öz fikrimi yaza bilirəm şərh kimi. Comment hissəsinin üzərinə klikləyəndə mənim şərhim kənarda görünəcək. Və yaxud Docsun digər bir yaxşı, yəni istifadə olunan tərəfi Tools'da research əmrindən istifadədir. Bu adi Word-dən fərqlənir. Image keçirəm. School deyə yazıram. Və birbaşa şəkillər çıxır və mən bu şəkili sadəcə olaraq sürükləyib buraxmaqla Word sənədimə əlavə edə bilirəm. Və diqqət edin, əlavə elədikdən sonra aşağıda müəllif hüquqlarını qorumaq üçün şəklin mənbəyi haqqında məlumatı da avtomatik yerləşdirir. Bu əmr yerləşir Tools'da Research bölməsində. Eyni zamanda siz buradakı faylı kompüterinizə də yükləyə bilərsiniz. Məsələn, fayldan gəlib download eləsəniz, offline olaraq istifadə üçün Word formatında və ya digər formatlarda yükləyə bilərsiniz. Mən buradakı menyuların üzərində çox dayanmaq istəmirəm. Çünki bəziləri artıq bizə məlumdur Word proqramından. Bəlkə də növbəti dəfələrin birində bu barədə daha geniş danışarıq. Mən daha çox Google-un Drive-ın üzərində məlumatlar vermək istəyirəm. Deməli, My Drive-a baxdıq biz. Share with me hissəsinə baxdıq. Yəni, mənimlə paylaşılmışlar. Google Photos, Google şəkillər, şəkillərinizi yükləyə bilərsiniz. Recent, burada artıq sonuncu açılmış məlumatları görə bilərsiniz. Started hissəsində fərqləndirilmiş, yəni favori olaraq seçilmiş faylları tapa bilərsiniz. Əgər hansı bir fayl sizə mühüm vacibdirsə və onu tez istifadə edə bilirsinizsə, bundan istifadə edə bilərsiniz. Məsələn, mən buradakı bu faylın üzərində sağ düyməni vururam və Add Start düyməsinin üzərinə klikləyəndə artıq o Started, yəni ulduzlanmışlar hissəsinə düşür. Və qarşısında sahibi kimdir, nə vaxt üzərində düzəliş olunub və faylın ölçüsü nədir məlumatlarını tapa bilərsiniz. Trash isə zibil qutusudur. Burada sildiyiniz faylları tapa bilərsiniz. Hansı bir faylı silmək istəyirsinizsə, üzərində sağ düyməni vurub Remove əmrindən istifadə edə bilərsiniz. Remove əmrindən üzərində klik edəsəniz, həmin fayl birbaşa olaraq trash hissəsinə yükləniləcək. Faylın üzərində kontekst menyu necə istifadə olunmalıdır, buna da baxaq. Preview ön baxışdır. Open with müxtəlif proqramlarla açmaqdır. Share paylaşmaqdır. Get shareable link, yəni e-maillə yox, birbaşa sizə link verir. Həmin link vasitəsilə digər insanlarla paylaşa bilirsiniz. Move to digər qovluqlara yerini dəyişməkdir. Remove star ulduzu götür. Bayaq çünki yadınızdadırsa bu fayla mən ulduz əlavə etmişdim. İstəsəniz onu götürə bilərsiniz. Rename adını dəyişməkdir. Yeni bir ad daxil edə bilərsiniz. Manage version. Bu deməli nədir? Bu Word-dən fərqləndirən digər bir xüsusiyyətdir. Hər dəfə siz bunun üzərində işlədikcə, məsələn, Word-də belədir ki, bir dəfə save etdiniz, əvvəlki versiyaya qayıda bilmirsiniz. Amma Google Docs-un üzərində bu manage version-dan istifadə etməklə, məsələn, bir dəfə mən bunu save etmişəm, yəni burada düzəliş edib, 30 gün ərzində əvvəlki versiyalarına da qayıda bilirsiniz. Yəni, əvvəlcədən save etdiyiniz formalara qayıda bilirsiniz istifadə edib. Yəni, çox istifadəyə rahat bir funksiyalarından biridir. Make a copy sürətini yaratmaqdır. Download kompüterə yükləməkdir. Remove isə silməkdir. Bu hissələrlə bağlı sualınız varsa müraciət edə bilərsiniz. Skype-da məktub hissəsinə yazsanız cavablandıra bilərik.
Aydındır. Digər müəllimlərdən çətinlik olan varsa, yəni buradakı qədər olan hissələrdən əla, onda davam edək. Drive-da axtarış necə aparılır? Search Drive yuxarıda gördüyünüz hissənin üzərində siz fayllara görə axtarış edə bilərsiniz. Məsələn, PDF fayllarını tapmaq və ya text dokument faylları, təqdimatları tapmaq üçün, videolar tapmaq üçün istifadə edə bilərsiniz. Və yaxud da ki, burada gördüyünüz Search Options, kiçik işgüzarın üzərinə klik eləməklə daha geniş search hissəsini aça bilərsiniz. Məsələn, tipə görə axtarış, yəni meyarlar qoya bilərsiniz. Nə vaxt düzəliş olunub, bir həftə bundan qabaq, dünən, bugün və digər axtarış kriteriyalarından istifadə olunur. Məsələn, sırf kiminləsə paylaşılıbsa, həmin adama görə axtarış edə bilərsiniz. Və yaxud sahibi kimdir? Mənim faylımdır, digər bir şəxsin faylıdır. Buna görə axtarış edə bilərsiniz. İndi mən istəyirəm ki, siz bir faylınızı mənimlə paylaşasınız. Yəni, bilmək istəyirəm ki, görə paylaşım hissəsinin alınır hər kəslə yoxsa yox. Əgər kim paylaşdısa, paylaşdım yazsın burada. İstənilən bir fayl ola bilər bu. Sadəcə bir boş Word sənədin. Telefonlasız. Bir şey Azərbaycan. Buyurun. Bir dəqiqə yoxlayayım mən. Xəyalə müəllimənin paylaşdıqda hələ ki məndə. Digər hələ ki bir fayl gəlməyib. Bir nəfər, Vəfa müəllimə paylaşdığı gəldi, bəli. Gəl müəllim, siz paylaşa bilirsiniz.
Aha. Yox, bu mənim ikinciyim paylaşdım. Yaxşı, istəyirsiniz biz davam edək. Bilmirəm, mükəmməlimdən cavab gəlmir. Burada bir məsələdə diqqətli olmalısınız. Əgər kimsə sizinlə fayl paylaşıbdırsa və istəyirsiniz ki, bu fayl bir dəfəlik sizdə qalsın, o zaman üzərində sağ düyməni vuraraq Add to my drive hissəsindən istifadə edə bilərsiniz. Əgər faylı sizdən paylaşıbdırsa, öz drive-ınıza əlavə etməlisinizsə, həmin şəxs, yəni sahibi olan şəxs faylı siləndə siz itirəcəksiniz. Yox, əgər istəyirsiniz ki, bu bir dəfəlik sizdə qalsın, onda həmin faylın üzərində sağ düyməni vurursunuz və Add to my drive əmrinin üzərində klikləməklə bunu artıq öz drive-ınıza əlavə etmək istəyirsiniz. Bu zaman əlavə edirsiniz. Bu zaman siz belə deyək, sahibi, yəni olan şəxs drive faylından silsə belə sizdə öz drive-ınızda bu hesab qalacaq. İstəyirəm indi biraz da o əməkdaşlıq haqqında, yəni prezentasiyada birlikdə işləməyə baxaq. Google Docs, Google Slides-ı seçirəm mən. Bu zaman Google-un prezentasiyası açılır. Yəni bunu real olaraq görməyinizi istəyirəm ki, necə baş verir bu. Share düyməsinin üzərində klikləyirəm və adları yazmağa başlayıram. Kərbəşurda və bir də Vəfa müəllimə. İçəridə email. Onu da e-mailə əlavə edirik və send göndərirəm. Əgər share with me hissəsinə keçsəniz, bu təqdimatı orada özünüz görə biləcəksiniz. Share with me hissəsini keçsəniz, Drive-da. Orada mənim sizinlə paylaşdığım təqdimatı görə biləcəksiniz. İndi istəyirəm ki, hərə təqdimata slaytdan birinci slayt artırım. Hər səhifəyə hər müəllim bir fikrini yazsın. Yəni bunu başa düşmək üçün ki, necə baş verir. 1, 2, 3, 4 tane slaytımız var. Renklərini dəyişək. Təqdimat əldə etdiniz. Əgər təqdimat əldə etdinizsə, sadəcə olaraq hə yazın. Sizə gəlmədi. Share with me ikincisiyə keçib baxmısınız. Çünki burada məndə sizin adınızı göstərir. Vəfa Hüseynova ilə paylaşılır. Birinci səhifədən başlaya bilərsiniz. Yazdıqca görürsünüz ki, kiminlə iş gördüyü yuxarıda ad şəklində göstərilir. Mən də burada iş görsəm, mənim adımda yuxarıda görsənəcək.
Eyni alət burada da var. Yəni Tools'dan research aləti. Daxil olub hansısa bir faylı tapa bilərsiniz. Və birbaşa götürüb təqdimatınızı əlavə edə bilərsiniz. Tutaq ki, 2 həmkar təlim keçməlisiniz və belə deyək, biriniz bir şəhərdə yaşayırsınız və digəriniz başqa bir şəhərdə yaşayırsınız. 2 gündən sonra artıq təlimdir və siz hələ təqdimat hazırlaya bilməlisiniz. Sadəcə olaraq belə bir təqdimat yaradırsınız və hamı qoşulur bura. Bundan sonra yəni ikiniz də qoşulursunuz bura və eyni zamanda hər ikiniz işləyirsiniz. Yəni biz bunu real praktikada həyata keçirmişik və görürük ki, effektiv bir nəticə əldə olunur. Leyla müəllimə, siz işləyə bilirsiniz. Vəfa müəllim, siz əldə elədiniz faylı. Vəfa müəllimə, və siz əldə edə bildiniz. Və sadəcə bunun biraz praktikaya ehtiyac var. Biz üzərində işləmək lazımdır ki, bu bacarıqlar daha da inkişaf edəsin. Yəni bu gördüyünüz Google'un bizim üçün təmin etdiyi xidmətlərdən yalnız kiçik bir hissəsidir. Əgər indiyə qədər toxunduğumuz məqamlarda sizin üçün aydın olmayan varsa, sual verib soruşa bilərsiniz. Çünki biz demək olar ki, artıq seminarımızı yekunlaşdırırıq. Google-la bağlı bütün məsələlərə toxunduq. Sadəcə burada sizə göstərmək istədiyim bu mozaikadır. Burada Google-un digər xidmətlərinə keçid üçün istifadə edə bilərsiniz. Logout üçün, istifadəçi adından çıxmaq üçün istifadə edə bilərsiniz. Və bildirişləri isə bu zonada tapa bilərsiniz. Suallarınız varsa buyurun, müraciət edə bilərsiniz. Siz mənim səsimi qulaqçıqsız eşidə bilirsiniz. Bir dənə zəhmət olmasa cavab verərdiniz. Mark, would you like come here and talking? Mən indi ekran paylaşılmasını bağlayacağım. Bugünlərim bir xüsusi qonağımız var. Stop sharing screen. Yeah. This is my boss and my friend, Mr. Mark. More his friend than his boss. Bu mənim dostum və müdürüm cənab Markdır. Mən ondan xahiş etmişdim ki, sizinlə Google'un istifadəsi haqqında kiçik bir öz gördüyü işlərdən danışsın. Mark, can you speak a little bit why we use Google Drive and how we use, what is benefits of this? Okay, you'll translate for me? Yeah. Okay. O danışacağım, mən sizin üçün kiçik bir tərcümə edəcəm. We started with Google Drive here at EAS probably in January this year. Biz Google Drive'dan bizim işlədiyimiz məktəbdə, yəni Avropa Azərbaycan məktəbində yanvar ayından başlamışıq istifadəyə. It's not just about Google Drive, it's actually about having a learning environment which is based in Google Apps for Education. Bu sadəcə Google Drive-a başlamaq deyil, eyni zamanda bir öyrənmə mühitidir. Hansı ki Google for Education var, yəni ona başlamışıq o mənada deyil. It's only really when you get the Google Apps for Education environment that you get the full benefit of all the Google apps in the context of the learning environment. Siz deyir, Google əgər Education-a başlasanız, yəni sadəcə bir Google Drive deyil, Google-un bütün applərinə qoşulursunuz eyni zamanda, yəni bütün xidmətlərindən istifadə edə bilirsiniz. Okay. You asked me why did we do Google Apps for Education. The driving reasons are, firstly, what are we preparing young people for the future?
Əsas məsələ, yəni mən bayaq soruşdum ki, yəni niyə biz bunu edirik? Deyək, yəni əsas məsələ odur ki, biz şagirdləri gələcək üçün hazırlayırıq. So they need to know how to collaborate, how to share, how to work together. They need to know about the cloud and how that works as well. Onların bilməyə ehtiyacı var ki, yəni əməkdaşlıqla necə işləmək olar, bir-birinə necə məlumatları paylaşa bilərlər, yəni komanda şəklində işləməyi, cloud texnologiyalarından istifadəni öyrənməyə ehtiyacları var. If I think about young people, not even just in Azerbaijan, but everywhere, and us as educators and teachers, we're actually working with the young people of the future who will have to be the world's problem solvers and come up with the solutions. So teaching them or enabling them to work in a collaborative, problem-solving way where they're sharing their ideas and their thinking is a step towards that. You're talking so Too fast? Shall I say it again? Biz sadece burada Azerbaycan'daki yok. Bütün dünyadaki yani şagirdləri bu prosesi hazırlamalıyıq. Onları yaradıcı, problem həll edə bilən bu tip bir insanlar kimi yetişdirməliyik. When we use Google Apps for Education, we get a very nice app in it as well, which is really helpful for all teachers, called Google Classroom. And this enables you to access the students' work, for them to be able to work anywhere at any time, 24/7. You can give very quick instant feedback, which is really important. Research shows us that. Deyək ki, siz əgər Google Education'dan istifadə etməyə başlayırsınızsa, Google Classroom kimi çox faydalı bir appdən də istifadə etməyə başlayırsınız onun daxilində. Bu app sizə imkan verir ki, şagirdlərlə qısa vaxtda məlumat, sual, tapşırıq, fikir paylaşasınız. Eyni zamanda onlardan nəticələri götürəsiniz və onlara gördüyü işlərə rəy bildirəsiniz. So your classroom goes online and your classroom also becomes paperless. Paperless? No paper, no printing. Deyək ki, əgər bununla istifadəyə başlayırsınızsa, sizin bütün sinifiniz online bir hissəyə keçir və artıq vərəqdən istifadə dayanır. Printer və digər məsələlər həll olunur bunun daxilində. Okay, one final point. Bir mühüm məqam. I think one of the keys that we need to understand as educators is that students' digital world outside of the school is perfectly normal for them there, but inside school it all changes. It's not normal. It's not like what they have at home. Sorry, I don't understand. Okay, let me explain once more. Yeah. The digital world that we have outside of the school is not the same as the digital world we have in the school. Məktəbdən kənardakı o digital mühit, məktəbin daxilindəki o mühitlə eyni deyil. That's right. So we need to try and create in the school a learning environment, a digital world that is much more like what they normally have outside of school. Why wouldn't you? Deyir ki, biz elə eləməliyik ki, o məktəbin daxilindəki o digital, yəni texnologiya, o məktəbin kənarındakı ilə, yəni olan evdə rastlaşdığı və ya digərləri ilə eyni olsun. Yəni we're doing a BYOD, BYOT solution, or starting to here at school. One of the things the students like straight away, other than having their own device, is the fact that there are no controls. Our IT can't put controls on their computers. Biz burada BYOD, yəni öz qurğunu gətirə başlamışıq. Yəni bu həmin prosesə kömək edən məsələlərdən biridir ki, yəni o evdə necə istifadə edirlərsə, burada da həmin cür istifadə etsinlər. Yəni o sərbəst olsunlar, rahat olsunlar, hansı məhdudiyyət olmasın. So I think my point really is that we need to create in our schools, in our learning environment, a digital world that is much more like the digital world that the students are used to outside of school. Yəni məktəbdəki texnologiya səviyyəsi elə olmalıdır ki,
məktəbdən kənarda necə istifadə edirlərsə, məktəbdə də həmin cür rahatlıqla Did I explain that better? Yeah. I like working with Alvin. He is Thank an you. excellent learning coach. He really is. Thank you, Mike. Yeah. Okay. Diqqətinize görə çox sağ olun. Mark öz fikirlərini paylaşdı sizinlə. Thank you, Mark, for talking. Düşünürəm ki, sizin üçün də fərqli bir ekspertin fikirlərini eşitmək maraqlı oldu. Öz təşəkkürümü bildirirəm sizə bir daha qoşulduğunuza görə və iştirak etdiyinizə görə. Düşünürəm ki, sizin üçün maraqlı və mənim üçün də həddindən çox maraqlı bir seminar oldu. Ümid edirəm ki, bundan sonra, müəyyən müddətdən sonra yəqin ki, yeni bir mövzu ilə danışacağıq bu haqda. Seminar haqqında fikirlərinizi yəqin ki, eşitmək mənim üçün çox maraqlı olardı. Video yazısını blogda yerləşdirəcəm. Əgər o zaman daxil olub öz fikirlərinizi bildirirsiniz, təkliflərinizi, iradlarınızı, növbəti dəfə nəyi fərqli etməyimi istəsəniz yaza bilərsiniz. Bir daha təşəkkür edirəm. Çox sağ olun. Suallarınız və fikirləriniz varsa sonda ola bilərik. Çok sağ olun. Teşekkürler.